Selam. Sağ. Sen eve geldin ki Buyur, hoş geldin. Bak- Bugün iş var. bak yerinde dedi. Su değil. Gidi onların eski şeyler var. Ben de başım çıkmadı. Gel otur, buyur. Sağ ol. Sen de. Bir daha mənə gözlə gəlirəm. Neyse. Bu arada uşaqlar, salam, necəsiniz, nə yaşın? Var bizim köydən getdiyinə görə onun yerinə bəlkə bu qız, yəni mənlə qalmağına inanmıram qala, amma indi tək qalsam belə, yəni bu qızla gələcək videolar, yəni bu videonun davamını istəyirsinizsə də like atın. Əgər Varpın da geri dönməsini istəyirsinizsə, bu qızın gəlməsini istəyirsinizsə, bu videoya 15 like atın və Varp geriyə dönə bilər. Baxacağıq ona da. Yəni qızı tək qoymayaq. Sonra bu geldim. Ne oldu bak, sen ne dedi? Neyse. Ölçünün içeride ayrı foto mən çağırmıştı. Dilçi çıkıp geldim buralardan. Şeyde. Nedir adı? Sen git. Ender'den işleri verilenlerine yaşamamız. Böyle aslında ne bileyim valla. Neçə yaşın var idi senin? Ben 23. Ben sana indi böyük bacı diyeyim. Sizin neçə yaşınız var? 21. İndi mən sənə böyük bacı diyeyim də. Olur. Elə deyəcəm deyək ki. Neyirsən, necəsən? Nasıl? Şeydi. Sen yaxşı xəbərim var. Bu yanındaki ev var ya. O evi mən də alacağım. Peki? Pul verim indi alırsan. Pulum var. Özüm alacağım. Geçmeyin. İstəyirsənsə 1-2-3 günlük bu evdə qal, çünki evin yiyəsi hələ gəlməyibdir. Çünki o Rusiyadan, yəni 2-3 günə gələcək. Bir yerdə gedərik işə. Ondan danışmışam. Danışıbsan. Ondan danışmışam. Onda ben gelim evi düzenleyeyim. Çünkü dekorasyon lazım bana. Sağ ol. Sağ ol. Orada uşaqlar gördüyünüz kimi videoya belə riskə girməyimin səbəbi də Varp getdi. Yəni indi müdürümüzlə də danışacağam. İndi o qızla da danışdım. Bilmirəm nə olacaq bu işlərin sonu, nə olacaq bilmirəm. İndi hələ ki bilinmir. İndi videonun davamında görəcəksiniz nələr olduğunu. Bir yerdə yaşayaq. Dedim bir Xədicə, baxın, ay. Gedim Xədicənin evini necə eləyibdi. Bu arada planlar evində dəyişibdirsə, baxaq. Budaqla gedim. Duk. Selam. Hoş geldin. Girmək olar. Ne olmuş işte? Bak. O yeri də xeyirli olsun. Sağ ol. Yaxşı değil mi? Hoşuma geldi. Ha. Sağ ol. Gəlsən evə. Yok istemem. Öz evimize kaçayım. Biraz YouTube'a bakalım. Oldu. Sağ ol. Sağ. Uşaqlar gördüyünüz kimi belə. Axşam olsun, gözləyək, axşama kimi neyniyəcəm? Mən də telefona baxmaya yaxşı. Oy, çox pis. Uy, Gel, kimdə? Ben eve gidebilirim. Buyur. Biz. Sağ ol. Evdə tək qorxursan? Evde şey korkmadım. Ne? Sadece birden yapışırdı. Ben de söyledim. Sen bir yakın olduğu için güzel. Çok şeydi, şimşek takır. Gel oturaq, sənin üçün çayzat da qaynatmışdım, bağışda. Evde şey var. Kurabiye demiştim. İşte evde kurabiye onlarda. İşte kaldı. Sonra Buyur. sağ ol. İç. Mən yeni içmişəm deyə mən istəməm. Kurabiye yerim. Çayla. Bu arada tutun çəkmiş. Necə eləmişəm? Bugün sana
Sağ ol. Bunu en yaxşı yerdə gizlədəcəm. Sen bir tane şey stol koyayım. Sen orada koy. İstiyorsan. O yerdə. Bir sandık biliyorsun. Onun içində pullarım var. Bunda da ki Bir sandık burada koyalım. Koyalım. Gözü mü? Koy buraya. gözdə qoy. Öyle değil. Taşıb yatdım. Koy. Yavaş yavaş bak. Ay bir yandım. Sağ ol. Yandım. Kutuya bakıp ben takılacağız. Oldu. Gəl, mən çölə baxım gəlirəm. Sən keç içəri. Otur bir yerdə. Kutu söylüyor. Kaç! Biraz yavaşlayar. Yavaş yavaşlayar. Yavaşlasın. Yavaşlasın sonra. Bu akşam istəyirsən gəl burada qal. Bir yavaşla değil. Biraz yavaşladı ama biraz da yani təzdən qalxa bilər. İndi yağış yağır sadə. Suyumuz diyelim. Sağ ol. Sağ ol. Bu var da belə. Belə oldu. Yataq da belə. Görək bundan sonra nə olacaq? Kontrol. Hala da yağış yağıyor. Biraz da qalım evdən yağış kəsər deyə. Biraz telefona bax. Kəsdi deyəsən. Biraz kəsdi. Aa kəsdi işte. Bu sabahın xeyir. Sabahın xeyir. Necəsən? Yaxşısınız. Mən də yaxşıyam. Gelirsen beraber gelelim işe. Olar. Gedək oradan nasıl qaydanda bərabər qayda bilərik. Söhbət edelim. Oldu mən pul götürüm. Ne bileyim istiyorsan. Biraz götürüm. Yavaş yavaş ben yol çıkarım. İstiyorsan gel. Oldu. Qapını da söyleyeyim onu da. Bağladım. Getdik. Gidelim. Gedək onda. Müdürdən az danışmışam, açarı mənə verib. Ben arkadan girelim. Oldu, gəl. Oy, bunları kim buraxıb? Arxa qapı çıxdı. Bunları kim buraxır axı? Öldür bunları, sana çıxar. Kişt, geri, geri. Kişt, geri. Gəl də nədir? Götür satış eləyelim. Eləyəydin. Yenə qalmışdın altında. Evet. Bağlar ha çünkü müşteriler herden beceriyorlar. Çıx. Gel. Çıx. Bastım. Çıx cəhənnəm. Gəl. Gəl. Sən gəl, sən gəl. Onun başını bırax. Gel. Gel ben satın alayım. Sat. İndi biz dostlar pişirək gələk. Mən də bunları öldürüm. Bağışla. Bir dənə qırağa çəkib. Bunu öldürüm o şərəflini. Şərəfinə verdiyini. Biz anda işi bitirib gələk. Oh, şükür işi bitirdik. Sən Allah bitirdik o. Oldu ya. Biz pul kazandık. Ha, gedək evə. Gidelim yavaşla. Gel. Söhbət də ileri oldu. Nesini çıkaralım. Gidelim. Gəl. Buralarda düşən tanımırsan. Burada yok. Getdi anda. Gel bizim eve gidelim. Mən qonaq kimi. Gel bu binaya.
Bizim. Olar. Gedək. Allah. Olar. Gedək. Bu uşaqlar üçündür. İndi getməsin. Sonra içəridə güvənliklə bir dənə səhv şeysin mən. Mən bağlayıram indi kaydı uşaqlar. Gedim mən satım sizə deyəcəm. Göstərəcəm. Ama cizlasama kaydı bu arada. Ve bu arada bu video biraz kısa olacak. Geldim hadi. Bu arada yaxşı yerdi. Məzəsi şeydi. Ne pis değil. Gidelim özümüzü. Almıştık. Gedək. Getdik. Gitti. Uşaqlar gidiyor orada bağlayalım. Gelin. Uşaqlar hələ öz evimə çatdım. İndi mən Xədicəyə şey aparacağım. Hədiyyə aparmağı fikirləşdim. İndi ona hədiyyə aparacağım da. Mən həmişə tort zad verirdim. Buradan yok tort. Onun stolda da var. Biraz şirniyyət aparım ona. Biraz da tort aparım. Ayıp olmasın. Ya o cür evlərini də gəzdirdi. Villa kimi. Villa onun şığısı ola bilməz. Gedim. Xoş gəldiniz. Xoş yerdeyiz. Gəlmək olar? Ne olmuş? Buyur. Buyur. Sənə sürpriz. Sağ ol. Bir dənə də gözdə gəlləməm. Bir dəqiqəyə. Gəldim. Olar? Var ne olmuş? Bugün qonaq kimi mən qəbul edirsən. Ne olmuş? Buyur. Bunları sənə gətirmişəm. 64'tü 64'tü çünkü bu güllerden çoktu da 64 getirdim. Niye bu kadar eziyet vermiyorsunuz? Ya narahat olma. Əziyyət deyil. Bura bir içinde çok sağ ol. Allah razı olsun. Sən də. Nasıl oldu? Geçək. Bugün sabaha işe gedəcəyik. Sabah müdür mənə banka çağırıb. Deyir ki banka gəlsin. Daha banka sabah açılacaq bilirsən də. Hə. Mənə də banka işə salıb. Əslən mən orada işləyirdim. Daha mənə də banka işə saldı. Həqiqi? Deyir ki sənə bu iş yarasını orada işlə. Yəni onda bir yerdə işləyəcəyik. Mən orada bir haftalar işləyirəm. Bir hafta yəni olar da işləyirəm. Sən də yenisən orada. İndi yeniyəm. Deyir şeydə. İndi orada gəldim. Ağlayıyorum. Oldu mu yataq? Evet. Evliyim de. Gedirəm o. Getdim sağ ol. Sağ ol. Bismillah. Allah sən qoru. O şey diye. Manken de yəqin ki. Ya. Qorxmadın ki. Biraz diskindim. Heç sağ olasın. Getdi valla sağ ol. Sağ ol. Bu saçımın topuzunu sən atmırsan. Yox, həmişə belə yığıram çünki anam da belə, rəhmətli anam da belə yığırdı saçım ona görə. Allah rəhmət eləsin. Sağ ol. Sağ ol. Sağ ol. Bu arada dostlar gələn bölümə Novruz bayramı olacaq. Bunu da yaddan çıxartmayın. Yataqdan da. Sağ olun dostlar, video like eləməyi unutmursunuz. Sağ olun.